Aliağa Quliyevin sənət dostu, SSR xalq artisti, unudulmaz müğənnimiz Rəşid Behbudovun rəhbərlik etdiyi mahnı teatrındakı fəaliyyəti də uğurlu olmuşdur. Hörmətli sənətkarımız mərhum Rəşid Behbudovun vaxtı ilə Aliağa Quliyev haqqında dediyi ürək sözlərini sizə təqdim edirik. Aliağa Quliyev bizim kollektivdə Dövlət Mahnı Teatrında çalışır. Bu müddət ərzində o, mənim və eləcə də bütün musiqiçilərin böyük hörmət və məhəbbətini qazanmışdır. Bu qısa müddət ərzində bizim mahnı teatrımız Bakıda, Respublikamızın rayonlarında və həmçinin Sovet İttifaqının böyük şəhərlərində, bir sıra xarici ölkələrdə yüzlərlə konsert vermişdir. Biz gözəl melodiyaları qramofon vallarına həm də lentə yazdırmışıq. Bütün bu tədbirlərdə böyük tar ustası əlindən gələni əsirgəməmişdir. Aliağa Quliyev məşhur tar ustası kimi çox böyük qiymətə layiqdir. O çox ustalıqla tarı səsləndirir. Melodiyaları aydın çalır. Aliağa Azərbaycan musiqisini dərindən bilir və bunu gənclərə həvəslə öyrədir. Onun muğamları gözəl bilməsi də təqdirə layiqdir. Əlbəttə, məşhur Tarzən haqqında çoxlu ürək açan sözlər demək mümkündür. Mən gözəl musiqiçiyə, səmimi yoldaşa, dosta, möhkəm sağlıq, şəxsi həyatında xoşbəxtlik və böyük incəsənətimizin sahəsində yeni nailiyyətlər arzulayıram. Gözəl Tarzən Aliağa dostuma. Mən büyükləri Aliağa Quliyev haqqında öz xətrələrini danışmaq istəyirəm. Aliağa Quliyevi mən tanıyıram hələ konservatorun tələbəsi olan vaxtında. Üzərbəyin tələbəsi idi. Üzərbəy ona tardan dərs verdi. Üzərbəy çox böyük əhəmiyyət verirdi tara. Həmişə deyir ki, tarın böyük gələcəyi var. Bu bizim milli instrumentimizdir. Odur ki, onu gərək həmişə biz nəsillərdən nəsilə onları örgətək, tar əlimizdən çıxmasın. Aliağa Quliyev özünü çox gözəl göstərmişdir tələbə olan vaxtında. Üzərbəy onu çox sevirdi. Həmişə işi qutarandan sonra Üzərbəy evə gedəndə Aliağa onu ötürərdi evəcən. Koroğlunun üstündə işləyəndə Üzərbəy ona tapşırmışdı tar partiyalarını keçirmək. Partituradan səsləri yazmaq. Aliağa da onu həmişə diqqətlə edirdi. Sonra Aliağa 38-ci ildə Azərbaycan dekadasında da iştirak elədi. Orkestrda tarda çalırdı. Koroğlun partiyalarını. Özü çox elə müvəffəqiyyətlə keçdi dekadı. Çox gür keçdi. Ondan sonra Aliağa'nı 1-2-3 dəfə gördüm. Müharibə başlandı. Müharibə vaxtında da Üzərbəy çox nigaran idi ki, bəs Aliağa'dan hərdən bir xəbər gəlir, amma axır vaxtda nəysə xəbər yoxdur. 1944-cü ildə, dekabr 31-də Üzərbəyin evində təzə ili qarşılayırdılar. Özü Moskvadan, Leningraddan, ayrı şəhərlərdən çoxlu qonaqları gəlmişdi. SSR xalq artistləri Gliyer'dir, Şaporin'dir, Vasilenko'dur, ondan sonra Jiganov'dur, Nazim, çox adam gəlmişdi. Bakras evdə qonaqlıq idi. Bir də gördük ki, qapı açıldı, Aliağa gəldi. Bayanlı paltarda, döşündə də nişanlar, bu yaralı olub. Ondan sonra ordenların, mezarların nişanları
Ali Ağa da dedi ki, Zərbəyimdən yara almışdım. Xeyli vaxt hospitala yatmışdım. İndi gəlmişəm bura. Birinci ayağa basdım sizin evinizdə. Çünki canım istəyirdi əvvəl sizi görən. Zərbəy de çok şad oldu. Kucakladı onu. Sonra konaklara dedi ki, это мой любимый ученик, который был призван в армию, когда началась война. Как видите, он преуспевал и в учебе, и преуспевал на фронте. Он приехал как герой, который выполнил долг свой перед Родиной Матерью. На груди у него красуются ордена, медали и так далее за его заслуги. Ben arzuluyorum Ali Ağa Kuliyev'e can sağlığı. Tanrı möhkem elde saklasın. Həmişə bizi şad eləsin özünün çalgılarıyla. Ali Ağa Quliyev daim Respublikamızın görkəmli bəstəkarları ilə yaradıcılıq əlaqələrində olmuşdur. O, məşhur xanımdəmiz Zülfü Abgözəlovla çoxlu qaçıl səfərlərinə getmişdir. Ali Ağa Quliyev indi də mərhumun evladları ilə bu ənənəni davam etdirir. Respublikamızın xalq artisti, sevimli bəstəkarımız Vasif Abgözəlov qonağımızdır. İndi o, Tarzən dostu haqqında ürək sözlərini demək istəyir. Azərbaycan Tar Məktəbi, Azərbaycanda bugün Qurban Pirimov adına tar evi açmaq istəyirik. Bu, ancaq Qurban Pirimovun adıyla bağlı deyil. Bu, Azərbaycan tarının nə qədər mükəmməl, nə qədər böyük inkişaf etməsi və bugünkü gün xalqımızın həyatında, tarixində, məişətində tarın nə qədər böyük rol oynamasını bir daha sübut edir. Həmin məktəbin parlaq nümayəndələrindən biri də haqqında bugün söhbət açdığımız Ali Ağa Quliyevdir. Ali Ağa Quliyev çox böyük yaradıcılıq həyatı keçirtmişdir və onu da deyim ki, bu yaradıcılıq həyatı çox şərəfli bir həyatdır. Çünki Ali Ağa Quliyev elə sənətkarlarla rastlaşmış, elə sənətkarlarla işləmişdir ki, o səviyyədə sənətkarlarla ancaq öz sənətini sevən, yüksək səviyyəli sənətkar olan bir şəxs görüşə bilər, yaradıcılıq mübadiləsi apara bilər. Ali Ağa Quliyev Üzeyir Hacıbəyevin yetişdirməsidir və onun həyatında mənə belə gəlir ki, Bülbül, Rəşid Beybutov, Xan Şuşinski və bir daha bir çox sənətkarlarımızın çox böyük rolu olmuşdur. Daha doğrusu onun inkişafında, onun bir tarzən kimi inkişafında. Və burada Ali Ağa Quliyevin öz zəhmətin, öz əməyin, öz istedadını da xüsusi qeyd etmək lazımdır. Çünki bu böyük sənətkarlar ancaq onun istedadına görə onunla yaxınlaşır, onunla birlikdə yaradıcılıq prosesində iştirak edirdilər. Ali Ağa Quliyev Qurban Pirimov məktəbinin parlaq nümayəndəsidir. O, Azərbaycanı bütün ölkələrdə, Respublikamızdan çox uzaqlarda gözəl bir tarzdan kimi öz ifaçılığı ilə, öz sənəti ilə dinləyiciləri həmişə məftun etmişdir. Mən Ali Ağa Quliyevi 40 ildən yuxarıdır ki, tanıyıram. Ali Ağa Quliyev bizim evə çox tez-tez gəlib gedib, mənim atamla çox bir yerdə işləyiblər. Onun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı bu gün də ən incə, ən gözəl ansambllardan biridir. Çünki bu ansambl xalq musiqisinin, Azərbaycan xalq musiqisinin təravətin, saflığın, təmizliyin həmişə qoruyub, başqa nəfəslərdən, başqa cəryanlardan, təsirlərdən Azərbaycan musiqisini qoruyub. Ona görə də Ali Ağa Quliyevin Azərbaycan xalqının, Azərbaycan xalqı tərəfindən böyük məhəbbətlə, böyük hörmətlə qarşılanan bir sənətkardır. Ali Ağa Quliyevə Azərbaycan Respublikasının xalq artisti kimi fəxri ad verilibdir. Bu sənətkar şübhəsiz bu ada olduqca layiqli bir sənətkardır. Mən ona yaradıcılığında böyük müvəffəqiyyətlər arzu edirəm, daha böyük müvəffəqiyyətlər daha doğrusu arzu edirəm və ən vacibi ona can sağlığı arzu edirəm ki, o həmişə öz sənəti ilə, öz ifaçılıq məharəti ilə
bizi və Azərbaycan xalqını sevindirsin. O vaxta qədər mən Əliağa Quliyevin adını atamdan eşitmişdim. Niyə? Əliağa Quliyev Lənkəranda hərbi xidmətdə olanda kapitan rütbəsində. Atamı da müşahidə eləmişdi, atamdan eşitmişdim. Və o gündən mən Əliağa Quliyevin ifaçılığını izləyirdim. Onun mütəmadi olaraq radyo dalğalarındakı, muğam saatlarındakı solo ifalarına qulaq asırdım. Onun çalğısındakı məxsusi bir heyranlığı duyurdum. Tali gətirdi, qismət oldu mənə. Mən filarmoniyada solist olandan sonra Əliağa Quliyevlə mənim aramda bir ata-oğul məhəbbəti yarandı, bir ədəb-ərkan məhəbbəti yarandı, qarşılıqlı hörmət əlaməti yarandı. Məni müşahidə edib toylarda, məni müşahidə edib dövlət səhnələrində. Əliağa Quliyev çox böyük intizama malik bir şəxsiyyət idi. Onun ansamblındakı o işləri ilə, ümumiyyətlə filarmoniyadakı işləri ilə rəftarı da gözümün qabağındadır. Onun intizamından mən zövq alırdım. O intizam onun çalğısında da duyulurdu. Onun çalğısında məxsusi bir konkretlik vardır. Onun çalğısındakı o mizrabların odlu, alovlu səslənmələri Əliağa Quliyevin muğama bağlılığından gəlirdi. Əliağa Quliyev ictimai mövqedə çox nəcib bir insan idi, tələbkar adam idi. Əsl kişiliyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdi. Əliağa Quliyev rəhmətlik Xan Əmniyə elə bir Mirzə Segyan çaldı və sonra bir şur çaldı. Mən Xan Əmniyə onu müştərək oxudum, o şuru. Xan Əmi oxudu, deməli, Şur, Şahnaz, Bayatürk, Şikəstəyfars, Simay Şəms Sarancı və ayağı ikimiz Xan Əmindən elədik. Əliağa Quliyevin bu mövqedə çalğısı Xan Əmi deyirdi ki, ay canım, Əliağa Quliyevin mizrabından ot püskürür. Mən Əliağa Quliyevlə 50-ci illərdən tanışam. Mən sənətə 50-ci ilə gəlmişəm. Mən gələndən o Əliağa Quliyevi tanıyıram mən. Əliağa Quliyev həmi ansambl olur, həmi bizim filarmoniyada rəhbər işlərdə olur. Bir neçə illəri. Mən onun ansamblı ilə çox çıxışlar eləmişəm. Azərbaycan Dövlət Filarmoniyasında dəstgahlar oxumuşam falan. Yaxşı, gözəl insandır, həm də gözəl tarizəndir bu adam. İnzibati işləri də çox gözəldir. Ya partokom olardı, ya məsum olardı. Bunun zadı. Amma bir Xırdalan kəndi var, siz tanıyırız olanı yəqin ki, hə. Xırdalan kəndində nə toy olsaydı Əliağanın üstünə gəldi. Əliağanı çox istəyirdi. Özü gəldi, dedi ki, bugün bizə Əbülfət lazımdır, bugün bizə Zülfü lazımdır, bugün Əlbaba lazımdır. Çox vaxt məni istəyərdilər onlar. Bir ikisimiz də prospekt Nərimanov olurdu. Hə, görün mənə Əliday deyirdi. Əliday, bir toy var, boşdan görür, yaz gedək. Gedər, doğrudan da çox gözəl yoldaşlığı vardı. Toyda oxuyanı çox gözəl müdafiə edirdi. Həm çalmağı ilə, həm də müşahidə edirdi, həm də